və B natural ədədlərinin sadə vurğulara ayrılışı verilmişdir. Həmçinin əbob AB-nin 2 üstü 2 vurulsun 3 üstü 4 vurulsun 7 üstü 3 olduğunu bilərək MNK hasilini tapmalıyıq. Əvvəlcə onu yadımıza salaq ki, 2 ədədin əbobunu necə tapırdıq? Əvvəlcə sadə vurğularına ayırırıq. Sadə vurğuların hasili şəklində burada qeyd edilmiş kimi yazırıq və daha sonra hər iki verilmiş ədəddə ortaq sadə vurğuları təyin edirik. Baxırıq ki, A-da da B-də də ortaq sadə vurğular 2, 3 və 7-dir. Elə tapşırığımızın özündə də həmin ədədlər və qüvvət üsləri qeyd olunub. Tapşırıqda qeyd olunan sadə vurğuları və qüvvət üslərini də olduğu kimi yazdıq. Əbobun tapılması qaydasında digər mərhələ necə idi? Ortaq sadə vurğularını tapdıqdan sonra hər iki ədəddə ortaq sadə vurğulara baxırdıq. Qüvvət üstü hansı kiçik idisə, biz onu götürməli idik. Baxırıq birinci, yəni sadə vurğu olan 2-yə. 2-də M və 3 içərisindən, deməli, sadə vurğunun qüvvəti kimi 2 götürmüşük. 3 deyil, deməli, hansıdır? 2-dir və 2 deməli M-dir. Deməli, M-imiz neçəyə bərabər imiş? 2-yə bərabər imiş. Daha sonra baxırıq, ikinci sadə vurğu, ortaq sadə vurğu daha doğrusu 3 idi də, baxın 3. 3-də hər iki yenə qüvvət üstünə baxırıq, 5 və K, bizdə qeyd edilən isə 4-dür. 5 deyilsə hansıdır? Deməli, buradan K-nı götürüb yazmışıq bura. K-mız neçə oldu? 4 oldu. Digər ortaq sadə vurğu hansı idi? Digər ortaq sadə vurğumuz isə 7 idi. Yenə baxırıq qüvvət üstlərinə. 7 üstü M buradadır, 7 üstü 4 buradadır. Bizdə isə 7 üstü 3 qeyd edilib. Deməli, 4 deyil, bəs hansıdır? Yəni, N 3-ə bərabərdir. Bizə lazım olan MNK-nın qiymətini tapdıq. Daha sonra MNK hasilini tapmaq üçün deməli, 2 vurulsun 3 vurulsun 4 bərabərdir